salam izləyicilərimiz, dəyərli gənclər, xoş gördük hər-birinizi. Sizinlə mən Faiq Məmmədov. Buraxılış suallarının izahına baxacağıq. Birinci sual sistem tənliklərə aid sualdır. 2x bərabər 6 çox sadə bir sualdır. Buradan x bərabər 3 olduğunu tapa bilərik. X-imiz 3-dürsə gənclər, y-imiz olacaq nə? 8. Deməli, y çıx x fərqini istəyir. Təbii ki, 8-dən 3 çıxanda nə qalacaq? 5 qalacaq. İkinci sualımız çoxluqlara aid sualdır. A bərabərdir 1, 5, 6, 7, 9, 11, B bərabərdir 3, 4, 8, 9, 10 və C bərabərdir 2, 4, 6, 8, 10, 12 olarsa, N A birləşmə B çıx C-ni tapın deyir. Birinci gəlin A birləşmə B-ni tapaq. A birləşmə B bərabərdir 1, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Və bundan C-ni çıxsaq, C-nin elementləri nədir? 2, 4, 6, 8, 10, 12. Deməli, birləşmədən C-ni çıxırıq gənclər. Deməli, A çıx B, ümumiyyətlə bir çoxdan digərini çıxanda onların ortaq elementlərini seçib çıxırıq. Baxın, 4-dür, çıxdıq. Yəni, A birləşmə B-dən C-ni çıxırıq. 6-dır, çıxdıq. 8-dir, çıxdıq, 10-dur, çıxdıq. İndi bizdə A birləşmə B çıx C-də qalanları tapmaq üçün A birləşmə B-də hansılar qaldı? 1 qaldı, 3 qaldı, 5 qaldı, 7, 9 və 11 qaldı. Bizə də bunların sayını istəyir. 1, 2, 3, 4, 5, 6 element qaldığını tapmış olduq. Üçüncü sualımız loqaritmaya aid sualdır. Bu sualı necə yazarıq? Loqaritma 7 əsasdan x üstəcək 0,5 bərabərdir 1 bölünsün loqaritma 9 bölü x kvadrat əsasdan 49. Yaxşı. Biz bunu belə yazırıq. Loqaritma 7 əsasından x üstəcəlinsin 0,5 bərabərdir loqaritma 49 əsasından 9 bölü x kvadratı. Bunu belə yaza bilərikmi? Təbii ki, yazarıq. Yəni, 1 bölünsün, nə əsasından yazdım? Loqaritma A əsasından B bərabərdir loqaritma B əsasından A-ya. Bax, bu xassəyə görə yazdım. İndi isə loqaritma 49 əsasdan 9 bölü x kvadratının əsasından da, arqumentindən də kök alıram. Onda nə baş verər gənclər? Gəlin, baxaq. Onda belə olacaq. Loqaritma 7 əsasından x üstəcək 0,5 bərabərdir loqaritma 7 əsasından 3 böl modul x. Tamam gənclər, aydındır niyə 3 böl modul x? Çünki x kvadratdan kök alında modul x çıxır. Və buradan mən nə edə bilərəm gənclər? Yazaram ki, x üstəcək 0,5 bərabərdir 3 bölünsün modul x-ə. Buradan bir dəfə x üstəcək 0,5 bərabər 3 bölü x yazacağım. Bir dəfə də x üstəgəl 0,5 bərabərdir mənfi 3 bölü x yazacağım. Çünki x müsbət və mənfi qiymətlər ala bilər deyə. Yaxşı, buradan nə çıxır gənclər? X-ə vursam hər tərəfi x kvadratı üstəgəl 0,5x çıx 3 bərabər 0. Və buradan hər tərəfi 2-yə vursam nə alınacaq? 2x kvadratı üstəgəl x çıx 6 bərabər 0. Gəlin bunun diskriminantını tapaq. Diskriminant nəyə bərabərdir? 1 çıxılsın, 4 vur, 2 vur, mənfi 6. 48 üstəgəl 1, 49. x1 nəyə bərabərdir? x1 bərabərdir. Mənfi 1 üstəgəl kök diskriminant 7 bölünsün 4. Yəni, bu eləyəcək neçə? Müsbət 1,5. x2 nəyə bərabərdir gənclər? x2 də bərabərdir mənfi 2. Aha. İndi bir şey deyim sizə, biz mənfi 2-ni götürə bilmirik. Niyə götürə bilmirik? Çünki mənfi 2-ni gətirib x-in yerinə qoyanda loqaritma 7-dən mənfi 1,5 alınır. Ona görə bu kənar kökdür bizdə. Yəni, həllimiz nədir? 1,5. Digər tənliyi həll etsək, yəni x üstəgəl 0,5 bərabərdir mənfi 3 bölü x yazsaq və yenə hər tərəfi x-ə vursaq, 2x-ə vururam bu dəfə, 2x kvadratı üstəgəlinsin x üstəgəlinsin 6 bərabər 0 alınır. Bunun diskriminantı mənfi olur, bunun həlli yoxdur, həqiqi kökləri yoxdur. Ona görə cavab nə olacaq? 1,5 olacaqdır. Diqqətlə baxmaq istəyirsinizsə bir daha suala baxın. Sualınız olsa rəy bölməsinə yaza bilərsiniz.
Dördüncü suala keçid alırıq gənclər. Diaqnalları cəmi 42 və tərəfi 15 olan rhombun sayəsini tapın. Deməli, rhombun diaqnalları cəmi D1 üstəgəl D2 bərabərdir 42-yə. Tərəfi isə, yəni A da bərabərdir 15. Rhombun sayəsini istəyir. Biz bilirik ki, D1 kvadratı üstəgəl D2 kvadratı bərabərdir 4A kvadratına. Və bunu yazıram D1 üstəgəl D2-nin kvadratı çıx 2D1 D2 bərabərdir nəyə? 4A kvadratına. Yəni 4 vurulsun 15-in kvadratına. 225-də 4-ə vuran neçə eləyəcək? 900 eləyəcək. D1 üstəgəl D2 42-dir. 42-nin kvadratı çıxılsın 2D1 D2 bərabərdir 900-ə. Buradan 42-nin kvadratı bizə nəyi verir? 42-nin kvadratı bizə verəcək 1764-dür. 1764 çıxılsın 2D1 D2 bərabərdir 900-ə. Buradan 2D1 D2 nəyə bərabərdir gənclər? 2D1 D2 bərabərdir 864-ə və D1 D2 bərabərdir 432-yə. Aha, bizdən sahəni soruşurdu. Rhombun sayəsi diaqnalları hasilinin yarısına bərabərdir. Onda S bərabərdir yazıram. D1 D2 bölü 2 432-nə yarısı eləyəcək 216. 5-ci suala keçid alırıq. Həndəsi silahlı sualdır. Həndəsi silahın 5-ci ədini soruşur. B2 verilib, B3 verilib. Baxın, Q nəyə bərabərdir buradan? B3 bölünsün B2-yə. Bu da bizə verir -3-ü. Düzdürmü? Buradan B1 nəyə bərabər olacaq? Müsbət 2-yə. S5 nəyə bərabər? B5 istəyir bizdən. Sorry, B1 lazım da deyil bizə. B5 istəyirsə gənclər, B5 bərabərdir. B3 vurulsun 2 üstü 2. Bu da bərabərdir. 18 vurulsun -3-ün kvadratı. Yəni 18 vur 9. Bu da bizə verəcək 162-ni. Düzgün cavab olacaq A variantı. 6-cı sual trigonometrik tənliklərə aid sualdır. Sinus x vur cos x bərabərdir kök 3 bölü 4. Hər iki tərəfi 2-yə vururam. 2. Buradan alım. 2 sinus x cos x bizə nəyi verir? Sinus 2x düsturunu. Sinus 2x bərabərdir kök 3 bölünsün 2-yə. Buradan 2x bərabərdir. Biz bilirik ki, sinus x bərabər A tənliyinin həlli arc sinus A plus pi k-dır. -1 üstü k vurulsun arc sinus A üstü gəl pi k-dır. Və onda 2x bərabər olacaq. -1 üstü k arc sinus kök 3 bölü 2 nəyə bərabərdir uşaqlar? 60 dərəcə. Pi bölü 3 üzərinə gəlinsin pi k. Və buradan x bərabər olacaq. -1 üstü k pi bölü 6 üzərinə gəlinsin pi k bölü 2. Düzgün cavabımız olacaqdır C variantı. 7-ci suala keçid alırıq. 7-ci sualımız deməli kəsrin sadələşdirilməsinə aid sualdır. İlk öncə surətdə verilmiş kvadrat düzəltinin vuruqlarını ayırmalıyam. Birinci əd 2, üçüncü əd -6-dır. Orta əddə ilə parçalamalıyam ki, hasil -12 eləsin. Yazıram 2c kvadratı üstə gəl 4c çıx 3c şəklində yazıram ki, hasili -12 yəni cəbri cəmi isə c-ni versin. Çıxılsın 6 qalır yerində, bölünsün. Buradan b-ni çıxardıram qalır, c üstə gəlsin 2. Yaxşı, buradan 2c-ni çıxardanda bu ikisini bir qruplaşdırırıq. C üstə gəl 2 qalır, çıxılsın 3 vurulsun, C üstə gəl 2-ni də yazıram bura. Və B vurulsun, C üstə gəl 2 də qalır burada. Bərabərdir. C üstə gəl 2 vurulsun, 2C çıx 3 bölünsün. B vurulsun, C üstə gəl 2. C üstə gəl 2-lər ixtisar getdi. Qaldı 2C çıx 3 bölünsün B. Düzgün cavabımız olacaq D variantı. 8-ci sualımız trigonometrik funksiyalara aid sualdır. Bu sualı biz necə həll edə bilərik? Gəlin baxaq. Yaxşı. Biz bilirik ki, 1 çıx kotangens üstü 4x-i yaza bilərəm ki, birinci ifadəni saxlayıram hələ ki, 1 çıx kosinus 2x-i saxlayıram yerində. 1 çıx kotangens kvadratı x vurulsun, 1 üstəgəl kotangens kvadratı x yazıram surətdə. Məxrəcdə isə 1 çıx kotangens kvadratı x-dir. 1 çıx kotangens kvadratı x-lər neynədilər? İxtisar getdilər.
İndi isə mən nə edə bilərəm? Əsas trigonometrik eyniliklərə müraciət eləmək istəyirəm. Əsas trigonometrik eyniliklərdən bilirik ki, gənclər, bu kənarda yazıram, sizə rahat olsun. Deməli, 1 üstəgəlinsin kotangens kvadratı x bərabərdir, 1 bölünsün sinus kvadratı x-ə bərabərdir. Bunu bildik. Və bəs kosinus 2x-in sinusla nə əlaqəsi var? Biz bilirik ki, kosinus 2x bərabərdir kosinus kvadratı x çıx sinus kvadratı x və ya 2 kosinus kvadratı x çıx 1 və ya 1 çıx 2 sinus kvadratı x-ə bərabərdir. Mən də aparıb bunları qoyuram yerinə, yazıram yerinə yəni. Nə alınacaq gənclər? Deməli, bu birinci mötərizədə 1 çıxılsın, baxın, kosinus 2x-in yerinə yazacağım. 1 çıx 2 sinus kvadratı x. Qabanın mənfi olduğuna görə olacaq üstəgəl 2 sinus kvadratı x. Vurulsun 1 üstəgəl kotangens kvadratı x-in yerinə görürsünə yazmışam. 1 bölünsün sinus kvadratı x. Mötərizənin içində 1-lər islah getdi. 2 sinus kvadratı x-i də 1 bölü sinus kvadratı x-ə vuranda qalır nə? 2. Düzgün cavab olacaq A variantı. Və yaxud da digər bir üsul deyim sizə bu sadələşdirmədə gənclər. X-in yerə dərəcə qoyub da hesablaya bilərsiniz gənclər. Məsələn, 60 dərəcə, 30 dərəcə qoyub yerinə nə edə bilərsiniz? Qiymətləri tapa bilərsiniz. Bu da daha bir sadə yoldur. 9-cu sual xətti bərabərsizlər sistemidir. Biz bilirik ki, burada sistem işarəsi varsa, bərabərsizlərin kəsməsini tapmalıyıq. Heyət olsaydı birləşməni tapacaqdıq. Onu da deyim sizə. Sistemin birinci bərabərsini açsaq, 6x çıxılsın 24 böyük bərabərdir 4x üstəgəl 1-dən və buradan, gəlin elə həll eləyək bunu. 2x böyük bərabərdir 25-dən, x də böyük bərabərdir 12,5-dən. Sistemin ikinci bərabərsini həll eləsək, 2x üstəgəl 15 böyükdür 4x çıx 5-dən, mənfi 2x böyükdür mənfi 20-dən, x də kiçikdir 10-dan. Bir dəqiqə, nə səhv elədim mən? 6x çıx 8-dir burada. 2-ni 4-ə vurub 24 yazmışam. Çox üzrlü sayın uşaqlar. 2-ni mənfi 4-ə vurub 24 yazmışam. Və o da bərabərsizliyimizin səhv alınmasına səbəb olub. 9, x böyük bərabərdir 4,5-dən. 4,5-dən böyük bərabər, 10-dan kiçik. Hansı tam həlləri var burada? 5-dir, 6-dır, 7-dir, 8-dir və 9-dur. Tam həllərin sayını tapın deyir. Neçədən tam həlli oldu? 5 dənə tam həlli oldu. 10-cu suala keçid alırıq. Düzbucaqlı paralellepipedin tilləri 8, 10 və 12 olarsa, paralellepipedin tam səthinin sahəsini deyir tapın. Paralellepipedin tam səthinin sahəsi S tam bərabərdir. 2 vurulsun. AB üstəgəl AH üstəgəlinsin BH-a bərabərdir. Deməli, buradan deməli tillər 8, 10, 12-dir. Yazıram 2 vurulsun. 8 vur 10 üzərinə gəlinsin. 8 vur 12 üzərinə gəlinsin. 10 vur 12. Bu da bizə nəyi verəcək gənclər? 2 vurulsun. 80 üstəgəl 96 üstəgəl 120. Yaxşı. 296-nı da vuranda 2-yə neçə eləyəcək? 592 eləyəcək. Düzgün cavab olacaq A variantı. 11-ci sual teoremaya aid sualdır. Dediyim kimi, buraxılışda teoremaya aid sual düşməyəcək. Amma blok sual olduğuna görə izah edəcəm. Y teoreməsi bərabərdir. Sinusun teoreməsi kosinus x verir. Kosinus x-in teoreməsi mənfi sinus x verir. Ona görə cavab olacaq B variantı. 12-ci suala keçid alırıq. Sadə bir sualdır. Buradan kök 5-i mötərizə xaricinə çıxardıram. Qalır kök 2 çıx 1. Buradan kök 2-ni çıxardıram mötərizə xaricinə qalır. Kök 5 üstəgəl 1. Vurulsun kök 2 üstəgəl 1 vur. Kök 5 çıx 1. İndi baxsaq gənclər. Kök 2 çıx 1-i kök 2 üstəgəl 1-ə vursaq, olacaq 2 çıx 1. Yəni 1 eləyəcək. Kök 5-i kök 2-yə vursam, kök 10 eləyəcək. Kök 5 çıx 1-i kök 5 üstəgəl 1-ə vursam, olacaq. Kök 5-in kvadratı çıx 1-in kvadratı, yəni 5 çıx 1, 4. Cavab olacaq 4 kök 10. Yəni düzgün cavabımız olacaq B variantı. 13-cü suala keçid alırıq. İki oxşar prizmanın birinci həcmi 16, oturacağın sayəsi 8-dir. Biz bilirik ki, prizmanın həcmi oturacağın sayəsi vur hündürlüyə bərabərdir. Onda bunun hündürlüyü nəyə bərabərdir? 2-yə. İkinci prizmanın həcmi 128-dir. İkincinin onun hündürlüyünü tapın.
Oxşar prizmalardırsa, deməli V1 bölü V2 bərabərdir. H1 kubu bölünsün H2 kubuna bərabərdir. V1 16-dır, V2 128-dir, H1 2-dir, H2-ni də bilmirəm. Olacaq 2 bölünsün H2-nin kubuna. Demək 16-dan 128 ixtisar getsə nə qalır? 8 dəfə düşür də, düzü 8-də 1 qalır. Hər tərəfdən 3-cü dərəcəni kök alsam, deməli 1 bölü 2 bərabər olacaq 2 bölünsün H2-yə. H2 də buradan nəyə bərabər olacaq? 4-ə bərabər olacaqdır. 14-cü suala keçirik gənclər. AB parçasının A nöqtəsindən müstəvi keçirilmişdir. Və deyir ki, bu parça üzərində C və B nöqtələri qeyd nöqtələrindən müstəvi uyğun olaraq C1 və B1 nöqtələrini kəsən. Deməli, və C1 və B1 CB nöqtələrindən uyğun olaraq, CB nöqtələrindən uyğun olaraq paralel düz xətlər çəkilib və bu C1-də, B1-də bizim müstəvimiz deməli düz xətti, yəni o çəkən düz xətlər kəsir C1, B1-də. BB1 8-dir gənclər, bura 8-dir, C1-də 3-dür. Bizə deyir AB 16 olarsa AC-ni tapın. Yaxşı, mən bura X deyirəm, ümumi 16-dır. Burada gördüyünüz kimi iki oxşar üçbucaq əmələ gəlir. Bax, bu üçbucaqlar, bu böyük AB, B1 üçbucağı nədir? Oxşardılar. Onda yazaram ki, X-in, yəni AC-nin AB nisbəti 16-ya nisbəti bərabərdir C1-in BB1-ə nisbətinə, yəni 3-ün 8-ə nisbəti. X nəyə bərabərdir? X bərabərdir gənclər 6-ya. 15-ci suala keçid alırıq. ABCD paralleloqramında AB BM bərabərdir. Yaxşı. MC MD-yə bərabərdir. MC isə MD-yə bərabərdir. AD 16-dır. Mən bura X, bura Y desəm, onda burada X olacaq və burada X olacaq və burada Y olacaq. Və mənə deyir ki, perimetr MCD. Deməli, perimetr MCD bərabərdir gənclər 28-ə. Və mən də bilirəm ki, perimetr MCD 2Y üstəgəl X-dir. Yəni, buradan bunu belə yaza bilərəm. X plus Y üstəgəl Y bərabərdir 28. Və X plus Y-in, yəni AD 16-dırsa, BCD 16-dır. Onda X plus Y 16-dır. Y nəyə bərabərdir? 12-yə bərabərdir. Onda X nəyə bərabər olacaq? X də 4-ə bərabər olacaq. Mənə deyir ki, paralleloqram perimetrini tapın. P paralleloqram nəyə bərabər olacaq? X-imiz 4. 4 üstəgəlinsin 16 vurulsun 2. Yəni, düzgün cavab olacaq 40. 16-cı sualda sadə bir sualdır. Kostyumun qiyməti 400 manatdır. Əgər müştəri 2 kostyum alarsa, ikinci kostyuma 60% endirim olunar. Birinci kostyum 400 manatdır. İkinci kostyuma 60% endirim olunub, yəni məbləğin 40% ödəniləcək. 400-ün 40%-i 160-dır. Ümumi məbləğ 560 manat olacaqdır. 17-ci sualda isə verilib ki, M bərabərdir A üstəgəl B, N bərabər B üstəgəl C, K bərabər A üstəgəl C ədədləri verilmişdir. Bu üç ədədin ədəd ortası 100-dür. Yəni, A üstəgəl B üstəgəlinsin, B üstəgəl C üzərinə gəlinsin, A üstəgəl C-nin ədəd ortası nəyə bərabərdir gənclər? 100-ə bərabərdir. Onda 2A üstəgəl B üstəgəl C bərabərdir 300-ə. A üstəgəl B üstəgəl C nəyə bərabərdir? 150-yə. Bizə deyir ki, A, B və C ədədlərinin ədəd ortası 3 ədədin cəmi 150-dirsə, ədəd ortası olacaq nə? A üstəgəl B üstəgəl C böl 3. Yəni, 50 olacaqdır. 18-ci sualımız loqaritma aid sualdır. Bunu yazırıq 3 üstü 2 vurulsun 3 üstü loqaritma 3 əsasından 2. 3 üstü 2 olacaq 9. Buradan üstü rəssən 3-lər getdi, qaldı 2. 9 vur 2 eləyəcək 18. 19-cu suala keçid alırıq gənclər. ABCD trapesiyasının xaricinə çəkilmiş çevrənin radiusu trapesiyanın yan tərəfinə bərabərdir. Və çevrənin uzunluğu 8 pidir. 2πr 8 pidir. Buradan r nəyə bərabərdir? 2r 8-dir, r isə 4-ə bərabərdir. Bizə deyir ki, trapesiyanın yan tərəfinə bərabərdir radius. Deməli, yan tərəf nədir? Yan tərəf 4-dür. Əla. Və deyir ki, AC diaqonalı yan tərəfə nədir? Perpendikulyardır.
Bu perpendikulyarsa deməli bura 90 dərəcə əmələ gətirir. Deməli bu hara söykənir? Diametrə söykənir. Buradan çıxır ki, AD bizdə nədir? Diametrdir. Deyir bu trapesiyanın perimetrini tapın. Gəlin baxaq. AD 8-dir. Bura deməli neçə dərəcədir? 30 dərəcədir. Düzdürmü? Yaxşı. Onda burada 30-dur. Yaxşı. Bura 120-dirsə, burada 120-dir. Bura nə qaldı? 30 qaldı. Bərabər yanlı 3 bucaqdır. Deməli, burada 4-dür. Perimetr trapezi nəyə bərabər oldu? 4 üstə gəl, 4 üstə gəl, 4 üstə gəl. 8-ə bərabər oldu. Bu da eləyəcək 20. Buradan da tapa bilərdiniz. 30, 90, 60. Bura 60-sa, bura 30-sa, burada 30 qalır. 30, 30. Yəni, yenə bərabər yanlı 3 bucaqdır orada. ABC 3 bucağı və oradan siz BC tərəfində 4 olduğunu tapa bilərdiniz. 20-ci sual kompleks ədədin moduluna aid sualdır. Ona görə bu sual artıq proqramdan çıxarılıb deyə izahını vermirik. 21-ci sual oxşarlığa aid sualdır. 2 bərabər tərəfli üçbucağın uyğun tərəflər nisbəti 5 olarsa, perimetrlər nisbəti təbii ki 5 olacaq. Çünki biz bilirik ki, oxşar üçbucaqların ümumiyyətcə, burada demir oxşarlar, hardan bildim ki, mən oxşardılar. Düzgün fiqurların hamısı bir-birinə oxşardır. Məsələn, düzgün üçbucaqlar hamısı bir-birinə oxşardır. Düzgün dördbucaqlılar, yəni kvadratlar, düzgün beşbucaqlılar hamısı bir-birinə nədirlər? Oxşardılar. Yəni düzgün üçbucaq deyəndə bərabər tərəfli üçbucaq nəzərdə tutulur, düzgün dördbucaq deyəndə kvadrat nəzərdə tutulur. 22-ci suala baxaq. Bərabər yanlı üçbucağın bir dənə bərabər yanlı üçbucaq verilib. Bir xarici bucağı daxili bucağından 4 dəfə kiçikdir. Bunu gərək korbucaqlı çəkəydim ki, məsələ düzgün olsun. Korbucaqlı çəkirəm uşaqlar. Gec deyil hələ təbii ki. Deməli, xarici bucağı daxili bucağından 4 dəfə kiçikdir. Bura x isə, bura nədir gənclər? 4x-dir. Bu üç bucağın daxili bucaqlarını deyir, tapın. Yaxşı. Mən onda yazaram ki, bilirəm ki, bir daxili bucaqla bir xarici bucağın cəmi 180 dərəcədir. X üstə gəl 4x nəyə bərabərdir? 180-ə. Buradan 5x 180-dir. X nəyə bərabərdir? 36-ya. X oldu neçə dərəcə? 36 dərəcə. Deməli, bu bucaq olacaq 144 dərəcə. Bura 144 isə gənclər. Digər bucaqlara qalır 18, 18. Nəyə görə? Çünki 180 çıxı 144 bölü 2 bərabər yanlı üçbucağı idi ona görə. 23-cü suala baxırıq. Funksiya verilib və funksiyanın qrafiki verilib. A nöqtəsinin koordinatlarını tapın. Diqqətli olun. Gördüyünüz kimi bu funksiyanın qrafikinin x oxu ilə kəsmə nöqtəsidir. Funksiyanın qrafikinin x oxu ilə kəsmə nöqtəsini taparkən y-ə 0 veririk. Yəni x kvadrat çıx 4 bölünsün x kvadrat üstə gəl 2 bərabər 0 yazırıq. Deməli, rasional ifadənin 0-a bərabər olması üçün sürət 0 olmalıdır. X kvadrat çıx 4 bərabərdir 0-a. X bərabərdir müsbət mənfi 2-yə. Təbii ki, bu nöqtə mənfi 2, 0. Bu isə müsbət 2, 0 olacaq. Deməli, A nöqtəsinin koordinatları nə oldu? Müsbət 2, 0 oldu. 24-cü sualımız ehtimala aid sualdır. Sinifdə 27 şagird var. Onların eynəkli və eynəksiz olduğu araşdırılıb. Təsadüfən seçilmiş bir şagirdin eynəkli oğlan, daha sonra seçilən bir şagirdin isə eynəksiz qız olması hadisəsinin ehtimalını tapın deyir. Ümumi şagirdlərin sayı 27-dir. Deməli, 16, 21, bura əmə qalır 6. Düzdürmü gənclər? Bəli. Deməli, bir şagirdin eynəkli oğlan 27-dən eynəkli olan 6 vurulsun. Daha sonra isə seçilən bir şagirdin. Birinci deməli oğlanı seçiblər, ikinci qızı seçiblər. Burada sırasını deyib, bir şagird oğlanı seçiblər, daha sonra seçilən şagirdin eynəksiz qız olması. Yəni sıranı verib artıq. Ona görə burada daha sonra 2 faktoriala vurmayacağıq. Yəni birinci oğlanı seçib, ikinci isə qızı seçib. Eynəksiz qız olması. Eynəksiz qız neçə nəfərdir? 9 nəfərdir. 9-dan 26. Buradan 9-dan 27-ni ixtisara aparır, qalır 3. 3-dən 6 ixtisar gedir, qalır 2. Cavab olur 13-də 1. 25-ci sualımız isə tənliklərə aid sualdır. Yenə A tənliyini həll eləyəndə köklərini tapaq. Sürət 0 olmalı, təbii ki, rasional tənliklərdir. Məxrəc 0-dan fərqli olmalıdır. A-ya aid yazıram burada. A-da deməli x fərqli olmalıdır 3-dən. Surətdə isə x kvadrat üstə gəlir 2x çıx 8 tənliyini 0-a bərabər edib həll eləsək, kökün biri mənfi 4-dür, digəri isə müsbət 2-dir. İndi B-ni yazıram gənclər. B-miz deməli, B tənliyində
x fərqli olmalıdır -5-dən və x 3-dən 5-dir kökləri yox. 6 ilə 2-dir. Deməli, 6-dır və 2-dir. İndi C-ni yazıram gənclər. C-də isə x fərqli olmalıdır -4-dən və kökləri də deməli nədir? Kökləri -4 müsbət 2 oldu. Bəli, -4 müsbət 2 oldu. Deməli, ancaq müsbət 2-dir bunda kökü. Çünki -4-ü ala bilməz. Yaxşı, gənclər. Deməli, bu üçünün də ortaq kökü 2-dir. Deməli, ortaq kök hər ikisinə nədir? 2-dir. 2-ni yazırıq bura. A-nın alacağı, yalnız A-nın alacağı kök nədir? -4-dür. Bura yazıram bunu. A ilə B-nin ortaq kökü 2-dir. Onu yazmışıq. B 6 da ola bilər. B-nin bura yazıram 6. C-də isə ancaq bir dənə kök var, o da 2-dir. Yəni C-nin bir kökü oldu. Yəni 2 hər üçünün ortaq kökü oldu. E-lervini bu şəkildə doldurmalıydıq. Diqqətiniz üçün çox sağ olun gənclər. Sizin rəyləriniz, təklifləriniz, şərhləriniz məni ruhlandırır. Ona görə də like etməyi, abunə olmağı unutmayın. Diqqətinizə görə çox sağ olun.